Tanınmış aparıcı Lalə Azərtaş Instagramda yeni paylaşım edib. O öz şəklini paylaşaraq bildirib ki, gözəl görmək lazım hadisələri gözəl qəbul etmək, gözəl hiss etmək, gözəl qavrayıb xoşbəxt sonluğa gətirmək və gözəldə ötürmək. Yeri gəlmişkən şəkli də gözəl çəkmək lazım. Onun paylaşımı izləyiciləri tərəfindən bəyənilib. Tanınmış oftalmoloq Cahit Şahbazovun etdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında başlanılmış cinayət işinə xitam verilib. APA'nın məlumatına görə buna səbəb onların öz aralarında barışıq əldə edilməsi olub. Həkimin zərər çəkən şəxsə kompensasiya ödədiyi bildirilir. Qeyd edək ki, iyul ayında Humay Əliyevanın Caspian International Hospitalda oftalmoloq Cahit Şahbazov tərəfindən səhv diaqnoz qoyularaq göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirməsi ilə bağlı iddialar yayılıb. Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci səhlənkarlıq vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı açıqlama verən Cahit Şahbazovun vəkili Asim Abbasov bildirib ki, müvəkkili cinayət məsuliyyətinə cəlb olunmayıb, yalnız fakt üzrə cinayət işi açılıb.